Son aylar ərzində bizim hökumət üzvləri bir-biri ilə sıx təmasda olmuşdular, qarşılıqlı səfərlər etmişdilər, bir çox məsələlər həll olundu və sizin səfərinizə hazırlıq məqsədi ilə bir çox məsələlər müzakirə olundu. Bugün bir çox önəmli sənədlər imzalanacaq və veriləcək qərarlar iki qardaş xalqı bir-birinə daha yaxın edəcək. Bir daha sizi ürəkdən salamlayıram, xoş gəlmişsiniz, əminəm ki, səfəriniz uğurlu olacaq. Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaqdır. Prezident İlham Əliyev İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İranın ali rəhbərinə çatdırmağı xahiş etdi.